Xəyanət mövzusuna çəkdiyim videodakı şərhləri oxudum. Bəylər inanırlar ki, xanım xəyanət edirsə, deməli bunun ailə tərbiyəsində problemlər var, psixoloji problemləri var, qayğı görmür və s. və s. Səbəb isə əslində fərqlidir. Səbəblərdən biri odur ki, xanımın xarici görünüşü buna bilavasitə təsir göstərir. Necə? Gözəl xanımların xəyanət etmə ehtimalı daha azdır, nəinki digər xanımların. Gözəl xanımlar onsuz da gözəl olduqlarını bilirlər və digər insanların, digər bəylərin bunun onayına ehtiyacı yoxdur. Daha az gözəl olan xanımlar isə həmişə diqqət mərkəzində olmaq istəyirlər, istəyirlər ki, onu tərifləsinlər, ətrafında daha çox kişi olsun, oğlan dostumdur dediyi adamlarla ətrafına sarırlar ki, hər gün görüşəndə desinlər ki, filan kəs xanım nə qəşəng geyinmisiniz, filan kəs xanım bu günləri nə şıq görünürsünüz, o da sevinsin. Çox gözəl xanımların isə buna ehtiyacı yoxdur. Və bəylərin çirkin xanımları seçməsinin səbəbi də odur ki, gözəl xanım mənə baxmaz psixologiyası ilə yaşayır ki, bu gözəldir, bu mənə baxmaz, ya evlidir, ya nişanlıdır, ya varlıdır, ya buna baxmaq lazımdır, daha çox pul xərcləmək lazımdır və s. İnanclara görə daha çirkin xanımlarla sevgili olurlar və daha çirkin xanımların aldatma ehtimalı, aldatmaq, xəyanət etmək illaki gedib başqa kişilə yatmaq deyil. Tanımadığın kişidən və yaxud yad kişidən hədiyyə almaq da xəyanətdir, flörtləşmək də xəyanətdir, başqa kişiyə ümid vermək də xəyanətdir, hədiyyə götürmək də xəyanətdir, gecənin ikisində, üçündə xoş söhbətlər etmək belə xəyanət sayılır, əgər sən münasibətdəsənsə. Və gözəl xanımların buna ehtiyacı yoxdur. Onlar onsuz da gözəl olduqlarını bilirlər, onsuz da cəlb edici olduqlarını bilirlər və s. Və ikinci məqamdan biri də odur ki, çirkin xanımların sürəkli hər zaman digər kişilərin onayına ehtiyacı var ki, digər kişilər onları tərifləsinlər. Digər kişilər desinlər ki, nə yaxşı görünürsən və s. və s. və s. Və çox vaxtda hətta vulqar geyinməyə diqqət etsəz, çox gözəl xanımlar adətən heç vulqar geyinmirlər, vulqar kosmetikalardan istifadə etmirlər. Çünki zaten gözəl olduqlarını bilirlər. Və kişilər də burada böyük bir tələyə düşürlər ki, bu mənə baxar, məndən başqa da heç kimlə olmayacaq çünki və s. Yox. Daha gözəl olmayan xanımın ətrafında daha çox kişi olur və daha çox kişi ona yazır, zəng edir. Məsəl üçün, bir qadın heç bir zaman yalnız qalmır. Ayrıldı, girir direktə 20-30 dənə hər gün baş verir. Hər gün 20-30 dənə kişi bəy buna yazır, oğlan buna yazır ki, salam xanım, tanış olaq, mənim adım filan kəsdir, filan maşın sürürəm, bu işlə məşğul oluram, pulum var, kartı var və s. və s. Və bu xanımların psixoloji kompleksləri olduğu üçün buna ehtiyacları var əslində. Və o xanım da başa düşür ki, intuitiv və ya təkrar şuur səviyyəsində başa düşür, dərk edir ki, mən bununla söhbət edəcəm, edir və emosional olaraq o kişiyə yaxınlaşır, bir də baxır ki, artıq bu adama xəyanət edir. Daha öncə sadalıqlarım kimi xəyanət sadəcə bir digər insanla cinsi münasibətə girmək deyil. Flörtləşmək, dostluq eləmək, hədiyyə almaq və s. və s. Əgər sən bilirsən ki, o kişinin səndən bir xanım kimi xoşu gəlir, şərhlərinizi aşağıda yaza bilərsiniz. Uğurlar.